Salam, hörmətli izləyicilər. Bugün sizə DİM-in 2026-cı ildə nəşr etdiyi informatika test sorğusunun suallarının izahını təqdim edəcəyəm. Gördüyünüz kimi yeni topludur, ən son versiyadır və bizim kanalımızda 2023-ün tam şəkildə izahları yerləşdirilib. Onları da izləyə bilərsiniz. Bu toplu isə 2025-dən də biraz artıqdır, daha da əlavələr olunub və tam şəkildə imtahana hazırlıq üçün nəşr edilmişdir. Biz də bu toplunu tam şəkildə izahını yerləşdirəcək ki, sizlər bundan faydalana biləsiniz. Deməli, sualların izahı ətraflı şəkildə veriləcək. Hər bir sualı diqqətlə öyrənməlisiniz və məsləhət görürəm ki, sizə əvvəlcə deməli, DİM-in dərsliyini oxuyasınız, həmin mövzunu öyrənəsiniz. Ondan sonra testlərə baxasınız ki, daha sürətli şəkildə vaxt itirmədən sualları həll edə biləsiniz. Mən suallara elə izah edəcəm ki, heç dərsliyə baxmağa ehtiyac yaranmaya bilərsə və yəni sualları ətraflı şəkildə izahlarını verəcəyəm. Amma dərsliyi də oxusaz və testi və ya təkrar şəkildə bir də işləsəz, bu sizin üçün daha çox faydalıdır. Hətta toplunu bəzən deyirlər bir neçə dəfə işləmək lazımdır. Bu da ilk dəfə işləyəndə siz bütün mövzuları bilmədən işləyirsiniz. Bütün mövzuları biləndən sonra deməli, bütün mövzuları biləndən sonra bir də işləyəndə siz artıq daha fərqli, daha sürətli həll etmiş olacaqsınız sualları. Ona görə çalışın ki, bu formada bir dəfədə ən azı toplunu bitirəsiniz. Daha sonra ardınca növbəti dəfədə daha yaxşı şəkildə işləyəsiniz. İndi gəlin, baxaq bizim ilk mövzumuz nə haqqındadır. İnformasiya və informasiya prosesləri yazılıb bura və bir də informasiya təhlükəsizliyi. Biz DİM-in dərsi ilə baxsaq, görəcək ki, bizim birinci bölməmiz informasiya və informasiya prosesləridir. Bu informasiya təhlükəsizliyi isə 16-cı bölmədir və burada bir yerə salırlar sualları. 47 sualımız var və ümumilikdə qeyd edim ki, bu belə bir formada verilibsə, siz də buna uyğun olaraq 1-ci və 16-cı bölmələri dərsdən öyrənməlisiniz ki, sonra testləri işləyə biləsiniz və eləcə də sınaqlarda, məsələn, optikanın sınağı olsun, kurs sınağı olsun, onlarda da bu ardıcılıqla testlər düşür. Yəni, 1-ci və 16-cı bölmələri öyrənməlisiniz. Bir növ riyaziyyatda necə siz cəbr və həndəsə var, yəni cəbrdə tutaq ki, natural ədədləri öyrənirsiniz. Həndəsədə də həndəsənin ilk anlayışları. Onlar hər ikisi kitabda ayrı-ayrı olsa da, test imtahanında gəlir ilk sınaqlarda sizin qarşınıza çıxır. Bu da eyni qaydada gəlir ilk sınaqda qarşınıza çıxacaq və onu deyim ki, məktəb dərsliklərinə baxsınız, orada təhlükəsizlik mövzusu informasiya dərsinin içərisində verilib. Çünki əslində təhlükəsizlik müəyyən mənada da informasiya ilə bağlıdır. Yəni buna əlaqəsi var. Amma daha yaxşı bilmək istəyirsinizsə, siz kompüterin aparat və proqram təminatını öyrənsəz, tam şəkildə bu mövzunu tam başa düşmüş olacaqsınız. Belə, bu ümumi məlumat idi. İndi isə gəlin ilk sualımızla başlayaq. Deməli, birinci sualda C işarəsi nəyi ifadə edir, soruşulur. Bizə C işarəsini bəzən belə də verə bilərlər, mötərizə içərisində. Bu nə deməkdir? C işarəsi copyright sözü var. Buradan yazıram. Copyright sözü müəllif hüququ deməkdir. Və bu sözün müəllif hüququ sözündəki C hərfi ki var, buradakı C hərfi deməli bizim verilmiş simvolun, işarənin baş hərfidir və ona görə də sualın doğru cavabı, yəni buna görə biz götürürük ki, A variantı olacaq. Və hərfi tərcüməsinə baxsaq, copyright deyəndə, yəni copy bir növ kopyalamaqdır, right hüquq deməkdir. Amma yəni burada bir növ kopyalamaq icazəsi mənasındadır. Yəni bu işarəni görsəz, məsələn kitablarda var, ondan sonra dərsliklərdə var. Məsələn C işarəsi yazılır ki, tutaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və ya C işarəsi yazılır, Microsoft Corporation yazılır. Yəni o deməkdir ki, bunu görsəz, o deməkdir ki, bu proqramdır, bu və yaxud da PDF-dir, səsdir və s. bunları kopyalamaq olmaz. Müəllifdən icazə alınmalıdır. Müəllif hüquqları qorunur. Bu deməkdir. Yəni götürdüm, burada qabağıma çıxdı, kopyaladım, başqa yerə verdim. Belə bir şey etmək olmaz. Müəllifin icazəsi olmalıdır. Bu o deməkdir və biz A variantını seçirik.
Bəs məntiqlə digər variantları necə inkar edə bilərik? Görürəm ki, B variantı yazıb proqram təminatı piratlığı. Piratlıq oğurluq mənasında işlədilir və yəni dəniz quldurluğu deməkdir. Bu əslində düzdür, təhlükəsizliklə əlaqəlidir. Ümumiyyətlə bu sual informasiya təhlükəsizliyidir. Amma burada sizcə nəyə görə Microsoft öz tutaq ki, işarəsinin qabağına məsələn C Microsoft Corporation yazıb və ya Azərbaycan Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi C işarəsi yazır və yaxud da hər hansı bir C işarəsi və ardınca müəllifin adı və s. yazır. O sizcə oğurluq bir şey ola bilərmi ki, yəni işarəsini göstərə bilərlər normal rəsmi kitablarda, rəsmi şeydə? Yox. Deməli biz bu C-ni rəsmi bir yerdə istifadə etməliyik. Yəni oğurluğa aid olan bir şey də yox. Yəni belə deyək, piratlıq nə zaman baş verir? C işarəsi olan bir məhsulu siz götürdünüz, kopyasını yaradınız, oğurladınızsa, siz artıq C-ni, yəni copyright-ı pozmuş olursunuz. Yəni buna görə biz deməli B variantını silirik və keçirik C variantına. Daktiloskopiya nə deməkdir? Skopiya ölçməkdir. Daktildə barmaq izi mənasındadır. Yəni barmaq izini öyrənən bir elmdir. Buna bəzən kriminalistikanın bir sahəsi olaraq qeyd edirlər. Və orada əlbəttə ki, bu elmin özünü bir dənə gətirib işarə ilə ifadə eləmirlər. Birincisi bu məsələ var. İkincisi də ki, orada da barmaq izi ilə əlaqəli bir şeylə verə bilərlər və ya D hərfi ilə, daktiloskopiya D hərfi ilə ola bilər, ya barmaqla finger sözü var, ya F hərfi ilə ola bilər ki, yəni bizə görə ki, burada C hərfidir. Bunun əlaqəsi yəni ki, yoxdur. Yəni məntiqdən biz bu variantı inkar edə bilərik. Tutaq ki, heç copyright-ı bilməsək də belə bir şəkildə inkar edə bilərik. Kriptoqrafiya var. Kriptoqrafiya ingiliscə C hərfi ilə yazılır, amma siz burada fikir verirsəz, yenə bu elm sahəsidir. Yəni gizli kripto və qrafiya sözlərindən götürüb gizli yazını ifadə edir. Və kriptoqrafiyada şifrələmə var. Yəni məlumatları gizli formada ifadə etmək. Onu belə deyək də açar işarəsi ilə və ya qıfıl işarəsi ilə göstərirlər. Burada da bizdə C işarəsi var və bütövlükdə kriptoqrafiyanı, bütün elm sahəsini bir dənə C işarəsi ilə ifadə etmirlər və xüsusilə də dediyim kimi dərslikdə və yaxud da Microsoft şirkəti orada eləmir. Amma məsələn WhatsApp-da və digər proqramlarda görmürsünüz belə qıfıl işarəsi və s. End-to-end encryption deyirlər. Yəni ucdan uca, sondan sona şifrələmə. Orada müəyyən qədər o işarələrdən istifadə olunur, açar işarəsindən və s. Y variantda kopyalama icazəsi. Baxın, mexaniki tərcüməyi götürsəz, copyright bir növ kopyalama icazəsi kimi tərcümə edə bilərsiniz. Amma əksinə burada siz bu icazəni yox, icazə verilməməyi göstərir. Yəni sizin icazəniz yoxdur. Əgər C işarəsi varsa, sizin icazəniz yoxdur ki, həmin məhsulu kopyalayasınız. Yəni kopyalama icazəsini yox, tam bunun əksini ifadə edir C işarəsi. Kopyalama işarəsini elə və telefonda, kompüterdə o faylın kopyalaması kimi götürə bilərsiniz nəsə icazə. Amma təbii ki, bu da o faylın çoxaldılması üçün istifadə olunan bir şeydir. Və dediyim kimi tam əks bir arqumentdir burada. Ona görə biz bunu inkar edirik. Doğru cavab olur A variantı. Müəllif hüququnun qorunması. Gəlin davam edək ikinci sualla. İnformasiyanın xassələri göstərilən sıranı seçin. Deməli, informasiyanın xassələrini birinci biz bilməliyik. Əgər dərslik oxumuşuqsa, ilk mövzularda var. 5 xassəsi var. Təbii ki, biz Abidin kitabına baxsaq 5 xassə var. Magistrda və digər internetdə baxsaq daha çoxdur sayı. 5 hansı xassəsi var? Tamlıq, etibarlıq, obyektivlik, aktuallıq və anlaşılanlıq. Buradan yazıram, baxın. Anlaşılanlıq. Bəzən anlaşıqlılıq da deyirlər. Demin dərsdə anlaşılanlıq yazırlar və anlaşıqlı informasiyadır. Doğru cavab Y variantdır. Yəni bunu bir növ belə baxanda əzbər kimi bilməliyik. Amma siz fikir versəz, biz variantları da inkar edə bilərik məntiqdən. Necə? Deməli, A variantda baxıram. İnformasiyanın toplama, saxlama, ötürmə, emalı yazıb. Bunlar birincisi informasiya prosesləridir. Bunlar. İstəsəz belə qeyd edim. İnformasiya prosesləri. Proses yazıram. Yəni 4 proses var və bunlar informasiya ilə işləyirlər. Məsələn, informasiyanı toplayıram, informasiya saxlayıram. Amma informasiyanın xassəsini və ya xüsusiyyətini göstərmirlər ki, informasiya hansı xüsusiyyətlidir. Məsələn, tutaq ki, anlaşıqlı informasiyadır. Yəni informasiyanın necəliyini göstərir.
obyektiv informasiyadır. Yəni subyektiv deyil, etibarlı informasiyadır. Yəni doğru bir informasiya, tam informasiyadır. Bir də var ki, deyirəm ki, informasiyanın toplanması. Bu informasiyanın necəyinə baxmıram. Mən informasiya toplayıram. Mənə dəxli yoxdur, belə deyək də. Bu tamdır, ya obyektivdir və s. və ya kompüter üçün. Kompüterə verirsən, səs yazmağı açırsan, o sənin üçün bütün səsi yazır. Deməli, burada prosesdən söhbət gedir. Yəni informasiyanın xüsusiyyətinə baxmırıq burada. A variantı ona görə yanlış olacaq. B variantına baxaq. Deməli, B variantında bizdə yazı, mətn, ədəd, qrafik, audio, video. Bu informasiyanın təqdim olunma formalarıdır. Yəni necə təqdim edək? Mətn kimi, ədəd kimi, məsələn siz video baxırsınız, video formatda. Yəni bunun PDF olsaydı, sırf PDF-ə baxırsınızsa, tutaq ki, mətn formatında, mətn ədəd qarışıq formatda olacaq. Bir şəkil varsa, qrafikdən də olur. Yəni bu da informasiyanın xassəsi deyil. İnformasiyanın necəyini bildirmir, bu formasını bildirir. Burada müəyyən qədər forma sözü deyə bilərik, amma bu təqdim olunma forması və ya təqdim olunma üsulu adlanır. C variantda vizual dal, səs, qoxu, taktil isə informasiyanın qəbul edilmə formasıdır. Bir növ burada qəbul edilməyə görə baxırıq. Yəni insan necə qəbul edir? Gözlə, dad, səs, qoxu, taktildə toxunma ilə olan informasiya. Bu da 5 dənədir. Bunları biz götürmürük və qalır D variantı. Bu bir balaca oxşaya bilər. Çünki fikir verin, hər birində lıq şəkilçisi var. Müəyyənlik, tamlıq bir növ bənzəyirlər və bənzərliyi ilə də belə yadda saxlamalıyıq ki, müəyyənlik, kütləvi diskretlik, nəticəlik alqoritmin xassəsidir. Bu xassədir, amma alqoritmin xassəsidir. Gəlin qeyd edək bunu. Alqoritmin xassəsi. Bunu ayrıca biz alqoritm dərsdə danışacağıq. Alqoritm və xassə. Digərlərini də istəyirsiniz qeyd edim ki, məsələn, bunlar nə idi? Video idi. Bu, deməli, informasiya təqdim olunma. Təqdim yazıram, qısa olaraq. Təqdim olunma yazıram. Olunma. Bundan sonra yazırıq burada səs, deməli, qoxu, taktil və s. Bu da nədir? Duyğu orqanlarına görə qəbul etmə. Duyğu yazsam elə buradan biləcəksiniz ki, duyğu orqanlarına görə qəbul edilməlidir. Belə və bunu da belə fərqləndirəcəksiniz ki, D variantını nəticəlilik məsələn var. Nəticəlilik alqoritmə aiddir. Yəni addımlar deməli var alqoritmdə, hər bir addım var. Addımlar da nəticəyə doğru işləməlidir. Bir işi yerinə yetirirsə. Deməli bu sayılır nə? Yəni alqoritm bir nəticəyə çatmalıdır. Bir proses kimi fikirləşə bilərsiniz, əməllər arasındadır. Ona görə orada nəticəlilik var və buna görə asanlıqla D variantını inkar edə bilərsiniz və yerdə qalır. Məsələn, aktual informasiya eşitmisinizsə, bugünkü gün olan informasiya və ya anlaşılan informasiya. Bunu asanlıqla cavablardan fərqləndirə biləcəksiniz bu şəkildə. Keçirəm 3-cü suala. Ziyanverici proqramların kompüterə daxil olması nəticəsində nə baş vermir? Baxın, bunu qeyd edirik ki, baş verməyənləri soruşur. A variantına baxıram, kompüterin öz-özünə yanıb sönməsi. Sizin yəqin ki, bəlkə də telefona, kompüterə virus düşüb və yaxud da ki, görmüsünüz ki, bir zərərli proqram düşəndə nələr baş verir. Görürsünüz, ekran yanıb sönür. Belə də qeyri-anormal deyək də, qeyri-normal, anormal hərəkətlər baş verirsə kompüterdə, bu deməkdir ki, buna ziyanverici proqram düşüb. Yəni, bu proqramdan söhbət gedir. Proqram da hara düşür? Əməliyyat sistemi. Əməliyyat sistemi nədir? Özü bir proqramdır. Ziyanverici proqram proqrama düşür və proqramın işini korlayır. Və deməli, bunun nəticəsində də kompüter özünə yanıb sönə bilər. Yəni, normal kompüter özü işləməyə bilər. B variantı var, kompüterin fiziki olaraq sıradan çıxması. Fiziki bilirsiniz nə deməkdir? Yəni, tutaq ki, kompüterin monitorudur, monitoru çatlayır, sınır, prosesoru əzilir və s. Bu fiziki olaraq sıradan çıxmaq. Birbaşa proqramın, yəni düşmüş virusun işi ola bilməz ki, birbaşa ona o cür təsir etsin, o səviyyədə. Yəni ona görə bu fərqlənir. B variantını saxlayıram. Yəni B variantını inkar eləmirəm, bunu saxlayıram. C-yə baxıram. Kompüterin işləməsi ləngiməli. Bəli, viruslar hansı zərərci proqrama düşür, kompüter yavaşlayır, prosesor məşğul olur, RAM da ola bilər və s. Kompüter yavaşlayır. Proqram və reklamların monitorda əks olması, bəli, müəyyən biliyorsunuz, proqram çıxır qarşınıza və ya reklamlar çıxır. Reklam, belə deyim də, Troya adları var ki, AdWare deyirik ona, proqram, reklamla bağlı olan viruslardır. Və Y variantı yazıb istifadəçidən xəbərsiz faylların silinməsi.
Bəli, məsələn, casus proqramlar var ki, ola bilər ki, sizin məlumatlarınızı qarşı tərəfə ötürsün. Elə də ola bilər ki, fayllarınızı silsin və yaxud da ki, yaddaşı, kompüterin yaddaşını boş fayllarla, əlavə fayllarla doldursun. Belə bir şeylər də baş verə bilər. Və bunlar hamısı gördüyünüz kimi proqram təminatı ilə bağlıdır. Yəni softwaredir. Buna proqram təminatı deyirik. Bir də var fiziki olaraq sıradan çıxma hardwaredir. Yəni kompüterin aparat təminatıdır ki, doğru cavab B variantı olacaq. Bir dənə də şeydən deyim sizə ki, məsələn, insanın üzərində götürsəz, bir növ insana fiziki təsir edirlər. Məsələn, təsir edir və insanın normal fəaliyyəti pozulur da. Tutaq ki, bir qəzaya düşür. Məsələn, başında bir problem yaranır və normal fikirləşə bilmir. Bir də var ki, ona psixi təsir olunur. Fiziki var, psixi var. Yəni sözlə, stressdən, hər hansı bir belə baxsan ki, normaldan ruhi cəhətdən ona müəyyən təsirlər olunur və o artıq başqa normal qərarlar verə bilmir. Və bu bir növdə psixi pozuntu kimi götürə bilərik proqramları. Yəni onun canıdır, ruhudur proqramlar. Kompüterin ruhu bir növ proqramlardır, amma fiziki hissəsi ona görə də monitorudur, klaviaturası və s. Ona görə bunu da bu şəkildə yadda saxlayır. Fiziki və digər formada deməli proseslər. Belə, sualın doğru cavabı kompüterin fiziki olaraq sıradan çıxmasıdır. Dördüncü suala baxırıq. Deməli, antivirus proqramlarının növünə aid deyil. Antivirusları yadımıza salsaq, ümumilikdə 6 növ olaraq biz bölmüşük bunları. Hansılar idi? Detektorlar idi, doktorlar idi, yəni proqram həkimlər deyirik də buna. Doktor müfəttişləridir, müfəttişlər var idi və süzgəclər, bir də vaksinlər. Bunlar variantlardan, yəni bunları variantdan çıxsaq, görəcək ki, yerdə nə qalır? Casuslar qalır. Casuslardır, adından da göründüyü kimi, yəni casusdur, yəni virus mənasındadır. Ondan sonra məsələn reklam proqramları var ki, bayaq da adını çəkdim, Adobe yazılır. Məsələn, buradan adını yazsam, məsələn bu da virus proqramıdır, Adobe yazılır. Advertisement software, yəni reklam proqramları deyək də. Və yaxud da ki, uzaqdan idarəetmə utilitə var ki, bu 3 dənəsi. Casus, adware, yəni bu, bir də uzaqdan idarəetmə utilitləri. Bu üçü Troyan virusları hesab olunur. Deməli, doğru cavab nə olacaq? Y variantı olacaq. Digər antivirusları da saydım. İndi geniş şəkildə sualda hər biri haqqında məlumat verəcək. Yəni, detektor belə deyək, virusları müəyyənləşdirir, vaksinlər immunizatorlardır. Yəni, proqramı elə göstərir ki, güya ki, kompüterə virus, deməli, həmin proqram virus yoluxub, amma yəni, həmin proqram özünü yalandan virusa yoluxmuş kimi aparır və nəticədə virus cəhdləmir ki, proqramı virusa yoluxdursun. Müfəttişlər də sadəcə əvvəlki vəziyyətdən son vəziyyəti müqayisə edirlər və süzgəclər neyirlər? Filtrləmə aparırlar. Təhlükəli əməliyyatları filtrləyirlər ki, və ya bloklayırlar deyə bilərik ki, kompüterdə təhlükəli əməliyyatlar yerinə yetirilməsin. Bir də doktorlar var ki, doktorlarda virusları həm tapırlar, həm də zərərsizləşdirirlər. Doktor müfəttişlər də həm doktorun, həm müfəttişin işlərini yerinə yetirir. Yəni bu şəkildə. Siz kitabı oxusanız da oradan yəni adlarına uyğun yadda saxlaya bilərsiniz. 5-ci suala baxırıq. İnsanın qəbul etdiyi informasiya forması hansıdır? İnsanlar analoq şəkildə informasiyanı qəbul edirlər. Analoqa bəzən kəsilməz də deyirlər. Kəsilməz yazıram bura. Kəsiləndir, diskretdir, rəqəmsaldır. Bunlar, kəsilən diskret rəqəmsal, bunlar əksinə kompüterin başa düşdüyü informasiyadır. Bir növ 0-1-lər, yəni diskret şəkildə olan simvollar ardıcığını başa düşür, siqnalları başa düşür. Ona görə də insan daha yəni normal şəkildə səsi, görüntünü kəsilməz olaraq qəbul edir. Bundan fərqli olaraq kompüterlər isə bu dediyim kimi rəqəmsal şəkildə başa düşmüş olur. Statik forma ümumiyyətlə yoxdur. Ona görə o variantı ümumiyyətlə seçmirik. Yəni belə. 6-cı suala baxırıq. İnformasiya ötürülməsi prosesində aşağıdakılardan hansı rabitə kanalı kimi istifadə oluna bilər? Deməli, bizdə informasiya mənbəyi var, ötürülmə kimi rabitə kanalı var, bir də nəticədə qəbul edici var.
Qəbul edici kim olur? Məsələn, tələbədir qəbul edici və danışan da tutaq ki, müəllimdir. Müəllim danışır, informasiya mənbəyidir, informasiya ötürür. Tələbə qəbul edir, auditoriya da qəbul edir və burada deməli, informasiya nəyi ötürürük, informasiyanı ötürürük, bu aydındır, informasiyanı biz ötürürük və rabitə kanalı kimi deməli, nitq vasitəsini ötürürük. Çünki nitqlə olmaya da bilər də, məsələn, görüntü göstərə bilərəm, informasiya ötürülə bilər və ya işarə ilə göstərəm. Müxtəlif yəni versiyalar var ki, informasiyanı qarşı tərəfə çatdıra bilək və ya hər hansı bir kabellə, bir vasitə ilə onu qarşı tərəfə ötürə bilirəmsə, bu rabitə kanalıdır. Burada nitq prosesi, yəni nitq özü rabitə kanalı kimi götürülməlidir. Doğru cavab B variantı olur. 7-ci suala gəlin baxaq. İnformasiyanın xassələrini seçin. Əvvəlki sualda da qeyd etdik ki, informasiyanın yəni bir növ xüsusiyyətlərini göstərən olmalıdır və alqoritmin xassələrindən qarışdırmamalıyıq. Diskretlik alqoritmin xassəsidir. Yəni hər bir addımın hissələrdən ibarət olduğunu göstərir. Kütləvilik də alqoritmin xassəsidir ki, elə bir alqoritm yazmaq lazımdır ki, hamı üçün belə deyək də başa düşülən olsun, hamı üçün bir növ eyni formada başa düşülsün. Və nəticəvilik də dedik ki, və ya nəticəlilik də yazılır. Alqoritm addımların nəticəsində o bir sona bir çatmalıdır. Bu da alqoritmin xassəsidir. Bəs yerdə nə qalır? Obyektivlik, müəyyənlik, aktuallıq. Burada müəyyənlik də alqoritmin xassəsidir. Müəyyənlik də alqoritmin hər bir addımının daha aydın, daha müəyyən, yəni burada hər bir addımda nə demək istədiyi anlaşılan bir formada olmalıdır, müəyyən olmalıdır. Yerdə qalır obyektivlik, aktuallıq. Aktuallıq cari zaman uyğunluğunu göstərir, informasiyanın xassəsidir. Obyektivlik isə subyektiv fikirdən asılı olmadan, yəni obyektiv cihazların, düzgün cihazların ölçməsi nəticəsində alınan informasiya deməkdir. 3-5 doğru cavab olacaq, yəni C variantı. 8-ci sual. Hansı şifrələmə metodunda həm şifrələmədə, həm də deşifrələmədə eyni açardan istifadə edilir? Deməli, bu sualda biz bilirik ki, şifrələmə bir açıq açarlı şifrələmə var. Yəni, açıq açarlı şifrələmə ilə simmetrik şifrələmədir. Biz bu variantı seçmirik ki, açıq açarlı şifrələmədə 2 dənə müxtəlif açardan istifadə olunur və bu imzalar ki var, məsələn, asan imza olsun, bu sima imza və s. Bu imzalarda bir növ bu açıq açarlı şifrələmə üsullarından istifadə olunur və yaxud da ki, başqa yerlərdən deməli, açıq açarlı şifrələmədən istifadə oluna bilir. Amma bizdən soruşur ki, eyni açardan istifadə olunsun. Bu daha sadə və ilkin yaranmış bir şifrələmə metodudur. Məsələn, Sezar şifrələməsi buna nümunədir, amma digər şifrələmə üsulları da mövcuddur təbii ki. Və burada qapalı deyil, qapalı sözü yox, qapalı bəzən qapalı açarla və ya qapalı daha doğrusu açıq açar və qapalı açar və s. belə bir şəkildə də deyirlər. Amma biz burada necə deməliyik? Simmetrik açardan istifadə olmalıdır. Yəni, bir açardan istifadə edilməlidir. Yəni, burada qapalı açarı dedikdə yenə qapalı açar var, bir açardan sonra, amma qapalı sözünü sırf özünü götürməkdə simmetrik şifrələməni deməliyik. Yəni doğru cavab Y variantıdır. İndi burada belə bir variant var. Qapalı, yəni gizli açardan istifadə olunur. O da belə deyək də bir açarın istifadə olması mənasındadır. Ona burada yəni variant ola bilər ki, yaxın gəlsin, amma simmetrik varsa biz asimetrik, simmetrik daha dəqiq addır. Ona görə simmetriki götürmək daha düzgündür. Y variantı doğru cavabdır. 9-cu suala baxırıq. Biometrik informasiya əsaslanan mühafizə sistemlərinə aid deyil. Baxsaq burada FinCoda görə tanıma biometrikdir isə biocanlıdır, metri ölçmək deməkdir və bu aid olmayan soruşursa bizim FinCodumuz sadəcə bir rəqəmlər ardıcılığıdır. Tutaq ki, 7 rəqəmdir, indi müxtəlif rəqəmlərdən ibarət kod verilə bilər bizə və bu həmin kod bizim bədənimizə, belə deyək, canımıza aid olan bir şey deyil. Ona görə sualın doğru cavabı A variantı olacaq. Gözün qizehlik işarəsina görə tanıma, məsələn, gözün bu rəngli hissəsi ki var, göz və rəng tanıma. Ona görə tanıma, əlbəttə ki, mənim tutaq gözümdə ikimizdə gözüdürsə, buna aid
bu biometriyadır, bu aid olacaq, yəni biometrik mühafizəyə. Nitqin özəlliklərinə görə tanıma, hərənin nitqi fərqlidir və buna görə tanıma sistemi mövcuddur. Üzün təsvirinə görə var və ovucu cizgilərinə görə var. Yəni bunların 5-i də, 4-ü də ümumilikdə biometriyaya aiddir. Bir dənə fin kod aid deyil. Və bundan əlavə 5-incisi də var ümumiyyətlə bunların və göz, nitq, üzdür, deməli üzdür, ovucdur, bir də barmaq izi var. Bu 5 dənəsi isə barmaq izi də biometriyaya aiddir. 10-cu suala gəlin baxaq. Hansı məlumatdakı informasiya obyektiv deyil? Burada yenə elə şəkildə baxmalıyıq ki, yəni obyektiv deyildir. Məsələn, yazılı variantda pişiyin 4 pəncəsi var. Deyə bilərsiniz ki, məsələn, bu biraz tam obyektiv informasiyadır. Əlbəttə ki, yəni bunu biz biologiya dərsi tərəfdən baxırıq ki, yəni pişiyin 4 pəncəsi varmı? Bu doğrudur və ona görə biz bunu cavabdan silirik. Bu baxımdan, yəni elmi cəhətdən yanaşmayıq ki, xəta etməyək. Küçədə havanın temperaturu 22 Selsidir. Yəni belə bir cümlə yazılıbsa, kitabda belə bir cümlə varsa, bu bir obyektiv informasiyadır. Və məsələn, C variantı yazır, müəllimin 45 yaşı var. Bəli, yəni təvəllüdünə görə hesablayırsınız, görürsünüz ki, 45 yaşı varsa, bu da obyektiv informasiya. Yəni burada biz çox şeyə getmirik ki, yəni hansı müəllimdir və s. orada necədir. Yəni sadəcə obyektiv yəni hesablayırsınız, cavab alınır. Bir də var, fikir verin D variantda. Bu gün hava çox istidir. Belə bir cümlə yazılsa hər hansı bir yerdə siz onu deyə bilməzsiniz ki, həqiqətən də hava çox istidir. Çünki subyektə görə dəyişəcək. Elə adam var deyəcək, çox isti, elə adam deyəcək ki, normaldır, az isti. Və burada konkret olaraq cihaz yoxdur, ölçmə aparılmayıb. Yəni sadəcə hissiyata görə verilən bir qərardır. Yəni hissiyata verilən qərar olduğu üçün doğru cavab D variantıdır. Minimum 4 kW 1 megabaytdır. Bu da bizim yəni normal qaydada informatika dərsində olan bir şeydir. Bu da doğrudur və elmi bir şeydir. Ona görə obyektiv sayılır. Belə. Deməli, mülahizələrdən hansı yanlışdır? Bu 11-ci sualda belə bir yanlış olan variantı soruşur. Deməli, burada hamısı da var. İnformasiya daşıyıcısı sözü var da, düzdür? İnformasiya daşıyıcısı. Və biz bilməliyik ki, informasiya daşıyıcısı dedikdə nə başa düşülür? Yəni, informasiyanı saxlayan bir qurğu ola bilər, bir vasitə ola bilər. Və fikir versəz, kağız, kətan, baxın bunlar, disket özü bir qurğudur və kitab, bunlar hamısı informasiyanı saxlayan vasitələrdir. Amma simsiz rabitə kanalı, adında da yazılır, kanaldır bu və informasiya mənbəyi var idi, rabitə kanalı var idi və informasiya qəbul edicisi var. Orada rabitə kanalında informasiyanı ötürən mühit ki var, ötürmə mühiti və ya ötürmə vasitələri, ötürmə mühiti. Bu buna aid olan bir şeydir və bizdə simsiz rabitə kanalı və ya kabel və s. maye ola bilər. Bunların hər biri nə sayılır? Ötürmə mühiti sayılır. Deməli, bu olmalıdır ötürmə mühiti, yəni informasiya daşıyıcısı deyil, ötürmə mühiti. Doğru cavab olur C variantı. Baxın, bu formada həll etməliyik. Baxıram 12-ci suala. İnformasiyanın qrafiki təqdim edilmə formasına aid deyil. Yəni, qrafik olmayanı seçmək. Bir növ şəkilə aid olmayan bir cavabı seçməliyik. Aydın şəkildə görünür ki, telefon danışığı şəklə aid deyil. Foto şəkildir, diaqramdır, sxemdir. Yəni, bunlar hamısı yol nişanıdır. Bunlar şəkillə bağlı bir məsələlərdir. Danışıq isə səslə bağlıdır. 13-cü sual. İnformasiyanın səs audio formasında ötürülməsi vasitəsinə aid etmək olar, deyir. Bu da bir növ o biri sualın təsiri kimidir. Radio aiddir, düzdür, səsini eşidirik. Sxemdir, foto şəkildir, yol nişanıdır və məktəb dərsidir. Bunlar da şəkilli, görüntülü bir şeylərdir. Ona görə doğru cavab D variantıdır. 14-cü suala baxaq. Səs audio formasında saxlanılması vasitəsinə aid etmək olar, deyir. Etmək olarsa, baxsaq yenə təxmini eyni bir şəkildə həll edəcək bunu. Diskdir, mağazanın adını yazmış, lövhə yazılıb, jurnal, tarix dərsi və qəzet. Burada saxlanılma dediyi üçün, düzdür, saxlanılma, yəni soruşmur, məsələn, jurnal nədir? Deyir ki,
vasitə harda saxlanılır? Məsələn, səsi jurnalda saxlayırıq, tarix dərsində saxlayırıq. Bunlar baxın oxşar variantda və ya qəzet. Yəni bunlar oxşar variantda, bunlar avtomatik çıxırıq. Bir də mağazanın adında yazılmış lövhə. O da yazıdır. Ora biz səsi əlavə edə bilmirik. Ora əlavə bir qurğu qoymalıyıq. Yəni disk, flash kart nəsə olmalıdır ki, diskin içərisinə səs yaza bilirik. Məsələn, kompüterin diski var, hard diski var, SSD-si var. Biz ora səsi yaza bilirik və oradan səsləndirə bilərik. Doğru cavab A variantıdır buna görə. 15-ci sual. Papirus, diplom, kitab və kompakt disk arasındakı ümumi cəhət nədir? Yəni oxşar cəhət nədir? Hamısı eyni hansı funksiyanı yerinə yetirir? İnformasiyanın bunlar nə cür bir vasitələrdir? İnformasiyanın saxlanmasına kömək edən vasitələrdir. Doğru cavab A variantıdır. Yəni materialı fərqlənəcək, istehsal üsulu fərqlənəcək, qiyməti də fərqlənir, forması bunlar fərqlənir. Ümumiyyətlə bunlar qiymət, istehsal üsulu bunlar adi bir-iki dənə bir şey götürün. Yəni kitabla papirus olsun, diplom götürün. Bunlar istər-istəməz fərqlənəcək. Bunların tam eyni olmağı qəliz məsələdir. Ona görə biz götürürük ki, bunlarda ortaq olaraq, yəni hamısında ta qədimdə indiyə kimi informasiya saxlanma üsullarıdır. 16-cı sualda meteoroloji stansiyada ətraf mühit parametrinin ölçülməsi hansı informasiya prosesidir? Bu meteoroloji stansiyalar, yəni hava haqqında bu məlumatlardır və ya ümumiyyətlə atmosferlə bağlı məsələləri biz burada öyrənirik. Yəni əldə etməyə çalışırıq oradan və ölçmə deyir və biz buradan deməli nə etməliyik? İnformasiyanı toplamalıyıq birinci növbədə. Doğru cavab C variantı olacaq. Yəni o havadakı o proseslərə baxırıq, oradakı ölçmələr aparırıq, ölçürük və ölçüb onları toplayırıq. Birinci növbədə bunu nəzərdə tutmaq lazımdır. Qalanlar ondan sonra baş verir. Və stansiya məqsədi də budur. Doğru cavab C variantı. Gələk 17-ci suala. İnformasiyanın saxlanma vasitələrinə aiddir. Bu da eyni qaydada. Baxsaq, aid olanlar kanalları biz seçmirik. Bunları çıxmalıyıq. Ölçmə cihazı informasiyanı toplayır. Prosesor emal edir. Optik diski isə informasiyanı saxlamaq üçün. Ümumiyyətlə, diskləri saxlama vasitəsi kimi götürmək lazımdır. 18-ci suala baxırıq. İnformasiya daşıyıcılarına aid edilmir deyir. Yəni, saxlama vasitəsi deyil. Burada prosesor saxlama vasitəsi deyil. Əslində düzdür, prosesorda müəyyən keş yaddaşları olur və orada müvəqqəti informasiyalar saxlanır. Amma ümumilikdə proses yerinə yetirilməsi üçün istifadə olunur. Yəni, emal prosesindən söhbət gedir. Emal yerinə yetirmək üçündür prosesor. Kağız, flash yaddaş, maqnit lenti və DVD. Bunlar hər biri yaddaşa aid olan bir şeylərdir. Kağızda informasiya saxlayırıq, maqnit lentində informasiya saxlayırıq, flash yaddaş, məsələn, flash kart olsun və ya DVD olsun. Bunlarda informasiyanı biz saxlayırıq. Ona görə doğru cavab Y variantıdır. 19-cu sual. Mətni bir dildən digərinə tərcümə etmək nəyə aiddir? Tərcümə. Tərcümədə informasiya deməli nə edilir burada? Nə oluna bilər burada? Bir növ burada emal prosesi yerinə yetirilir. Yəni forma dəyişilir də. Formada cüzi məna da dəyişə bilər və s. Amma ümumiyyətlə forma və ya məzmunun dəyişməsi emalla bağlıdır. Yəni burada biz tərcümədə informasiya saxlamırıq, ötürmürük, toplamırıq informasiyanı və ya qəbul etmirik. Toplama, qəbul bir-birinə yaxındır. Bunları etmirik. Biz deməli informasiyanı kodlaşdıra bilərik. Yəni kodlaşdırma B variantda bu digər dilə bu həm də adi tərcümə də etmək ola bilər və yaxud da eşitmişsə deyirlər ki, adi insan bir proqram yazır, o proqramı məsələn Python dilində yazır, onu götürüb maşın dilinə də çevirirlər. Yəni o da tərcümə sayılır. Translatorlar var, tərcüməçi. Və bu burada kodlaşdırılma prosesi gedir. Ümumiyyətlə kodlaşdırmanın ümumi baxsaq, kodlaşma deyəndə informasiyanın bir başqa formata, yəni çevrilməsi nəzərdə tutulur. Ona görə bu emal prosesi kodlaşdırmadır və daha geniş anlayışdır. Yəni başqa simvollarla, başqa bir şeylə əvəz edirsinizsə informasiyanı. Bu kodlaşdırmadır. Doğru cavab B variantı olur. Deməli belə. Bir də kodlaşdırma ümumiyyətlə 3-cü bölmədədir. Dimin dərsində, yəni bu mövzuda daha yaxşı kodlaşdırmanı başa düşəcəksiniz. 20-ci suala baxırıq. Antivirus proqramlarına aid deyil. Doktorlar, faqlar bunlar ilə eynidir və proqram həkim deyirik buna. Virusları tapır və zərərsizləşdirir. Müfəttişlər
ilkin vəziyyətdən son vəziyyəti müqayisə edir. İmmunizatorlarda proqramı yalandan belə deyək də xəstə formasında göstərir və bir növ virusları aldadır. Y variantı yanlışdır. Qaldı hacker, cracker və script kiddir. Yəni bu üç dənəsi bu kompüter bilikləri yüksək olan mütəxəssislər hesab olunur. Doğru cavab C variantı olacaq. Yəni crackerlər hakerlərlə script kid arasında, yəni ssenari uşaqları arasında dayanan orta mövqeyli proqramistlər, crackerlər orta mövqeyli. Hacker yüksək səviyyədə, script kid aşağıdır və bəzən bunlara məsələn hakerə çox vaxt biz mənfi obrazla yanaşırıq. Əvvəllər müsbət obraz olub, yəni kompüteri yaxşı bilən şəkildə deyiblər. Sonradan indi mənfi şəkildə qeyd edirlər və bəzən də o ağ şlyapalı, qara şlyapalı və boz şlyapalı şəkildə həmin hakerləri bölüşdürürlər. O crackerə də aid ola bilər ki, yəni müsbət, yəni işləri görə bilən, yəni daha yaxşı işlər görə bilən insan ola bilər və yaxud da ki, əksinə müəyyən qədər yəni dələduzluq işləri və s. işlərlə məşğul olan adamlar da ola bilər. Doğru cavab, yəni C variantı bu insandır bir növ, digərləri antiviruslardır. 21-ci sual, Troyan virusları şərti hansı növlərə bölünür? Troyan viruslarını bayaqlarda adlarını çəkdim. Uzaqdan idarə etmə utilitidir. Reklam proqramında adware yazmışdım. Bir də yazaq və casus proqramlardır. Bunun da adını yazaq. Spyware qabağıza çıxa bilər. Spyware yazılır. Spyda yəni gizli şəkildə izləmə. Məsələn, kameralarda və s. ön kameraları çox adilər. Yəni, telefonlar bizi izləyir və s. O tipli sözdən gəlib gizli izləmə deməkdir. Gizlicə faylları hakerlərə ötürən viruslardır bunlar. Təbii ki, bunlar virusdur. 2, 4, 5. Doğru cavab Y variantı. Hacker, cracker isə bunlar insandır. İnsana aiddir. 22-ci suala gəlin baxaq. İnformasiya növü, xassəsi, təqdim edilmə forması. Vizual olacaq, düzdür. Vizual informasiya, informasiyanın növü deyə bilər. Növü deyəndə bu növ mənası da, yəni duyğu orqanı nəzərdə tutulur. Bu duyğu orqanıdır. Bunu bilməliyik. Demin kitabında yazılıb. 1-ə uyğun gələcək A və bir də taktil. Bu da toxunma ilə olan informasiyadır. Yəni dəri vasitəsilə əldə edilir. Xassələrinə hansı aiddir? Baxaq görək. İnformasiya xassəsi tamlıq var. Məsələn, Y-ni bura yazıram. Forma kimdə? Mətin ədəd. BC. BC-ni də bura yazıram. Bunu C kimi yazırıq ki, bilinsin. Belə 1-ə AD, 2-yə Y, 3-ə BC. Doğru cavab D variantı olacaq. 23-cü sual. İnformasiyanın kompleks mühafizə sisteminə daxildir. Deməli, burada hansılardır? Ümumiyyətlə, kompleks mühafizə ona görə deyilir ki, mühafizə sistemində müxtəlif tipli mühafizələri birləşdirirlər. Yəni, informatikaya aid olanlar da var və informatikadan kənarda bəzi mühafizələr var. Onları birləşdirib, 4 dənə mühafizəni birləşdirib, kompleks mühafizə sistemi yaradıblar və burada təşkilati mühafizə var, mühəndis texniki mühafizə var və qanunverici mühafizə var. Bir də proqram, aparat mühafizəsi də mövcuddur. Deməli, bu dördü kompleks mühafizəni əhatə edir. Yəni, hamısını birləşdirir. 1, 3, 5 doğru cavab. Nitqin özəyinə görə və daktiloskopiya bunlar digər məsələlərdir. Yəni, informasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Ona görə bunları çıxırıq. 1, 3, 5, yəni B variantı doğru cavabdır. 24-cü sual. Biometrik mühafizə sisteminə aiddir. Baxın, indi bizdən biometriki soruşur. Paroldan istifadə biometriyə aid deyil. Yəni, canlıya aid olan bir şeydir. Orada rəqəmlər, hərflərdir və s. simvollardır. Gözün qizəklik işarəsini götürürük. Antivirus proqramından istifadə bu elə belə bir antivirusla mühafizə demək proqram mühafizəsidir. Daktiloskopiya bu barmaq izinə görə tanımadır. Daktiloskopiyanı götürürük və nitqin özəyinə görə tanıma. Bunu da 5-cini də götürməliyik. Yəni, nitq hələ də fərqlidir. Bunu götürürük. 2, 4, 5 doğru cavab A variantı olacaq. Belə, yəni üzə görə tanıma yoxdur burada, düzdür. Bir də hansı yoxdur? Ovuca görə tanıma. Yəni cəmi 5 dənədir. Obyektiv informasiyadır. 25-ci suala baxaq.
Yazılıb təhsil üçün ən yaxşı ölkə Türkiyədir. Bu ən yaxşı deyil, yəni bir fikirdir. Kimisə deyə bilər Türkiyədə, kimisə başı yeri deyə bilər. Bu sayılmır subyektiv fikridir. İmanın fikrincə Nazlı çox mehriban qızdır. İmanın fikri subyektiv fikridir. Açıq-aşkar bu variant səhvdir. Çöldə hava çox istidir. Yenə konkret ölçmə cihazı yoxdur. Yaz fəsli ilin ən gözəl fəslidir. Bu da kiməsə görədir. Meteoroloji stansiya bu gün küləyin sürətinin 8 km/saat olduğunu bildirdi. Baxın, bu tipli yazılar, obyektiv informasiya daha çox belə dəqiq olur. Bir də onu normal insandan gözləmirsiniz. Birdən-birə elə bir dostunuz gəlib deyir ki, havanın sürəti 8 km/saatdır. Yəni, bir növ bunu robot isə deyə bilər də. Deyə bilərlər ki, havanın külək o qədər sürətlidir ki, ağacı qopardı və s. Belə bir var deyilsin. Bir də var gəlib sənə sürətini dəqiqliklə km/saatdan deyir. Yəni, bu obyektiv informasiyalar bir növ bu tipdə olur. Doğru cavab, yəni Y variantdır. Bunu ölçmə cihazı ilə ölçürlər və cavabı bu formada tapırlar. Qaydaq, gələk bizim 26-cı sualımıza davam edirik. Antivirus proqramlarıdır. Antivirus proqramlarıdır hansılar? Panda antivirus proqramıdır, biri götürməliyik. Bu adları biraz öyrənmək lazımdır. Digər variantları da çıxmış eləməklə də tapmaq olar. Doktor Webdə DR yazıbsa, bu doktor bildirir. Bu da aydın məsələdir ki, doktorsa deməli sağaldır, yəni antiviruslar sağaldır. Mükaffe də bu da Samsung cihazlarında görürsünüz, daxili sistemində bu antivirus var və onun vasitəsilə Samsung cihazları qorunur. İndi başqa əməliyyat sistemlərdə müxtəlif daxili proqramlardan istifadə edirlər. Bu tipli antiviruslar ola bilər. Troyandır və casusdur. Troyanın növüdür casus. Ona görə bu 2 ilə 3 səhvdir. Bunlar viruslardır. Scribus isə nəşriyyat proqramıdır. Normal bildiyimiz tətbiqi proqramdır. Ona görə 1, 4, 5 doğru cavab olur C variantı. İndi gəldik 27-ci suala. Sezar şifrələməsinə aid olan bir sualdır. Bizə direktor sözü verilib. Düzdür, belə bir formada söz var və deyilir ki, cavab variantlarına hansı bizim Sezar şifrələməsinə uyğundur. Yəni, Sezar şifrələməsində bilməliyik ki, hər bir simvol müəyyən qədər sağa və ya sola sürüşür. Deməli, bu sualda K açarı verilməyib, yəni K məlum deyil. Ona görə biz variantlarla müqayisə etməliyik və sualı həll etməyə çalışmalıyıq və fikir versəz bizdə 2 dənə R hərfi var. Direktor sözündə 2 dənə R-dır və deməli belə çıxır ki, 3-cü simvolla 8-ci simvol eyni hərf olmalıdır. 3 ilə 8-ci simvollar eyni şifrələmə nəticəsində eyni simvol olmalıdır. Və baxsaq, yəni 3-cü simvol burada görürəm ki, A variantda biri S-dır, biri Ş-dır. Bu ola bilməz. Və Y variantda baxıram, 3-cüsü N-dır, bu M-dır, bunlar da ola bilməz. Qalır yerdə B, C, D variantları burada uyğun gəlir. Yəni S var, düzdür, sonra Ü-dür və Ö-dür. Belə olan halda biz yenə baxırıq, müqayisə edirik. Bizdə var burada D hərfidir, düzdür, birinci hərf D-dir. Bu D hara keçir? E hərfinə, yəni bir addım sağa sürüşür. Bir addım sağa sürüşsə, bütün hərflər bir addım sağa sürüşməlidir və bunları yoxlamaq lazımdır. Məsələn, bütün B variantdakı bütün hərfləri yoxlamaq lazımdır. Ardıcıl yoxlaya bilərsiniz. Məsələn, hər bir simvol görək növbətini əvəz edir. Məsələn, I hərfi özündən sonra J-dır, ödəyir. Bu S-nı bilirik, Ə hərfini. Ə hərfi özündən sonra, E hərfi özündən sonra Ə-ni gəlir. Bu da Ə düzdür. Ondan sonra K hərfi özündən sonra burada baxın, Q-dır gəlib. Q-dan sonra Q gəlib, amma bizdə L yazılıb, düzdür. Deməli, 5-ci simvol burada ödəməlidir. Deməli, biz B variantını çıxardırıq, sıradan çıxarıb variantı inkar edirəm və növbəti davam edirəm. C variantına və C ilə D qalır da burada. C variantına baxaq. Bizdə Q hərfi var, düzdür. Bundan yəni Q hərfi D-dan Q-ya keçmişik. D-dan Q-ya keçmək üçün 1, 2, 3, 4, 5 simvol sağa sürüşdürmüşük və eləcə digər. Məsələn, i-ni 5 simvol sağa sürüşsə, 3 burada, 2 burada gəlir M hərfinə. Bu doğrudur. R hərfi. R-nı biz
yoxlayırıq. R-nı görürük ki, 3 hərf, bu da 2 hərf. Ü hərfinə gəldi. Ondan sonra K hərfi, R-dan sonra E hərfi. E hərfinə baxıram. Yenə 3, 2, H-a gəlməliyik. Burada da H-dır, doğrudur. Bundan sonra O hərfinə gəlmişik. Deməli, T, O-ya keçib. Baxırıq, T burada 2 dənə belə, 3 dənə belə. Daha doğrusu tərsinə. Biz direktor sözündəki T-nı götürürük, düzdür? Direktor sözü T-nı götürürük, 3 dənə belə. Bəli, yəni Z hərfinə gəldik. Görürük ki, Z-dır və növbəti O-la R qalıb. R-nı yoxlamışıq, yəni Ü eləyir. O-nu da yoxlasaq, görəcəyik ki, 2 dənə burada və 3 dənə bir saniyə belə götürək də, düzdür? Bu 3-üdür, bu da 2 dənə və Ş-ya gəlib çıxır. Deməli, bu doğrudur. C variantı bizim doğru cavabımızdır. Digər variantda inkar edə bilərik. Burada bir-bir baxa bilərsən, hansı simvol səhvdir. Məsələn, T hərfinə baxsaq, görək T-nı yoxlayaq. Görək, məsələn, burada necədir? Ümumiyyətlə, D hərfi sola doğru bir addım sürüşüb, düzdür, C alınıb. İ-yə baxsam, İ buradadır, bir addım sola sürüşməlidir, düzdür. Burada ümumiyyətlə bir dənə, baxın, I olmalıdır, X yazılıb. Gördünüz? Yəni, burada D-dən C-yə gəlmişiksə, deməli, bir addım sola gəlmişik. Bir addımdır, 2 addımdır. Aha, bu Azərbaycan hərfləri deyənə 2 addımdır. Gözləyin, onda bu hissə doğrudur. Burada diqqətli olun ki, Azərbaycan hərf bası ingilislə fərqlidir burada. Deməli, X olmağı doğrudur, bu hissə düzdür. Ö də düz olmalıdır, bir dənə baxaq. R var burada, 2 dənəsi ilə gələcək, Ö də düzdür və sonda da Ö var, bu düzdür. 3 dənəsi qalıb və bunu da yoxlasaq, deməli, E hərfi var bizdə. E hərfinə baxıram. E hərfindən sola doğru 2 addım geçsəm, Ç edir, bu doğrudur. Və 3 dənəsi qalıb, 5-ci sinif olaraq K hərfidir. Gəldim buradan, 3 dənəsi burada, 2 dənəsi burada H-a gəlib düşməliyik. Aha, burada artıq uyğun gəlmir. Bir dənə də baxsaq, görəcəyik ki, 5-ci hərfimiz İ-dir. Deməli, burada 5-ci K, İ-yə keçib. Görək, İ-yə doğru keçibmi? K-ya baxıram. Burada 3, burada da 2. Deməli, normalda K ilə İ görürsünüz ki, çox yaxındır. Deməli, bu ola bilməz. Burada artıq pozulur. Deməli, K əslində hara keçməkdir? H hərfinə keçməkdir ki, biz bu cavabı düz götürə bilərdik. Burada artıq bir dənəsi səhvdirsə, ümumiyyətlə sonrasına baxmırıq. Doğru cavab C variantdır. Yəni, bir-bir yoxlamaq lazımdır. 28-ci suala baxırıq. Bizdə K-nın qiyməti verilib 6-dır. Hardware sözünün şifri hansıdır? Bu fikir verirsiniz, ingilis əlifbasıdır artıq. Və sağa doğru K-nı biz sıralamalıyıq. Hərfləri sağa doğru sürüşdürməliyik. Baxsaq, bizdə H hərfi tapırıq burada. H hərfi bizdə buradadır. Düzdür, H hərfimiz budur. Burada I, J, K, L, M, N. Deməli, N olur, 6-cısı N-dir və biz artıq bu variantları inkar edirik. Davam etsək, A hərfi, baxıq görək, burada hətta eyni hərflər də var. Məsələn, 3-cü və sondan 2-ci hərf, 3-cü və sondan baxsaq görək, məsələn, inkar etmək olursa, onu da eləyə bilərik. Burada, məsələn, 3-cü və sondan olanlar eynidir, düzdür. Burada elə bir fərq yoxdur və baxın, ikinci simvolda fərq var, 6-dır. Deməli, A hərfinə baxsaq, A hərfi 3, burada da 3, deməli, G hərfinə gəlməlidir. Y variantı səhvdir, burada H-dır. Və bu iki variantı nə etməliyik? Bu iki variantı bir-birindən özünün arasında müqayisə etməliyik. Məsələn, son hərfi fərqlidir. J-dan K. Deməli, mən E hərfinə baxıram, sonuncu E hərfinə gəlirəm. Burada E hərfini tapıram. E hərfindən 3 və 3. Deməli, burada K hərfi alınmalıdır. K hərfi A variantındadır. Doğru cavab olur A variantı. Digər variant isə D variantda yanlışdır. Belə. Davam edirik 29-cu sualla. Burada K verilib və Sezar hansı söz şifrəndə belə olur? Yəni, sağa doğru şifrəndə belə alınır. Deməli, biz bu sözü sola doğru 5 vaid sürüşdürsək, əvvəlki söz alacağıq.
tərs əməliyyat, bir növ əks əməliyyat yerinə yetirilməlidir. P-dan geriyə doğru sayılır. Yəni P buradadır. 1, 2, 3, 4, 5. 5-cini K olaraq götürürük və sonra davam edirik. Variantları da əsasda baxa bilərsiniz. Məsələn, burada fərqli olanda çıxarda bilərsiniz variantlardan. Əgər məsələn tutaq ki, i hərfi var, ən sonuncuya baxıram ki, məsələn fərqli sözdə i hərfini götürürəm. i var bizdə. 1, 2 bizdə yer var. Deməli 1, 2, 3, 4, 5, 6. Deməli 6-cı oldu C. Düzdür? 5-ci olmalıdır bizdə. 5-ci bizdə D-dir. Deməli sonu D ilə bitməlidir. Bütün variantlarda gördüyünüz kimi heç bir uyğun gəlmir. Sonuncu D olmalıdır. Doğru cavab A olur. Keyboard. Yəni klaviatura deməkdir. Burada başqasını yoxlamaq istəyir. Bir dənə i-ni yoxladınız 5 addım sola. Variant cavab tapıldı. Gələk 30-cu suala. Kurikulum sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yaşayan hərflər əvəzlənib. Yeni şifr bu şəkildədir. Bəs bunun əsas informativ sözü hansıdır? Biz bu iki söz əsasında K-nı tapmalıyıq. Yəni K-nı tapandan sonra informatika sözündə yeni formada K qədər sürüşdürücü hərflərini cavabı tapacaq. Bizə Azərbaycan əlifbası verilir. Deməli, baxaq. Birinci K hərfi burada N hərfinə keçib. Bir simvola baxmamız yetərlidir. Çünki bu doğru bir şifrələmədir. K nə olub? N-ya keçib. N-ya. Deməli, baxıram K N-ya keçibsə burada bu keçiddə nə qədər simvol var? 1, 2, 3, 4. Deməli, K-nın qiyməti 4-dür. Biz K-nı 4 olaraq tapdıq ki, sağa sürüşüb. İnformatika sözündəki bütün hərflərə sağa doğru 4 vaid sürüşdürməliyik. Məsələn, birinci və sonuncu hərflərə baxsaq, əgər ikisini tapsaq, məsələn, cavabı tapmış olacaq. Çünki fərqlər var burada. Və i hərfinə əvvəlcə baxıram. i hərfini burada tapıram və 4 vaid sağ hissəyə götürsəm, olur L hərfi. Deməli, birinci hərf L ilə başlamalıdır. Bu 3 variant getdi. Son hərflərə baxıram, fərqlidir. Deməli, A-nı götürürəm və 4 addım sağda D hərfi var. Deməli, D ilə bitməlidir. Doğru cavab Y-dir. D variantı yanlışdır. 31-ci sual. Nail fikrində 5 hərfli sözdür. Sözün hər bir hərfini əlifba sırasına görə bir mövqe sağa sürüşdürdü. Sonra isə ilk 3 simvolu silib 2 simvolun sonuna qoydu. Sözün işlənmiş forması bu formadadır. Bu sözü tapmalıyıq. İngilis əlifbası bizə verilir. Bir mövqe sağa, deməli 5 hərfli bir sözdür. Bir mövqe sağa sürüşdürmüşük. Düzdür və bir mövqe sağa sürüşdürəndən sonra ilk 3 simvolu silmişik və son 2 simvolun sonuna qoymuşuq. Yəni bu 3 dənəsi də gedib belə eləmiş. Deməli bu 3 dənə ki var, bu sondakı 3 dənə. Əslində olmalıdır əvvəldə. K, F, S. Əvvəldədir, sonra gəlir S, Z. Deməli bu formadadır. Və bu da ki hələ belə deyil. Yəni bu bir mövqe düzü sağa sürüşdürəndən sonra belə olur. Və ona görə biz bunları bir mövqeyə sola doğru bir mövqe sürüşdürməliyik. K-nı bir mövqe sola sürüşdürsək, görək uyğun gələcəkmi? J hərfi alınır. Və J ilə-dırsa cavab artıq D variantı görünür. Məsələn, S hərfinə baxsaq, bir vaid R olacaq. Z hərfi burada Y-dır, bu da doğrudur. F hərfi də bir vaid. Sağda olsa E hərfidir. Jerry. Doğru cavab D variantı olacaq. 32-ci sual. Lak sözü deməli şifrələndikdə belə bir söz alınıb. Eyni qaydada hansı söz işləsək, bu şifrələndikdə bu söz alınır. Deməli K-nı tapmalıyıq və verilmiş sözü, bu qəliz bir sözdür, bu sözü sola doğru, geriyə doğru şifrələməliyik. Yəni şifrəni açmalıyıq. Deməli K-nı necə tapacağıq? L hərfi Q hərfinə keçib. L hərfi Q hərfinə keçibsə, burada baxıram, ingilis əlifbasıdır. L hərfi Q hərfinə keçibsə 1, 2, 3, 4 və 5. Deməli K 5-dir. Və 5% bu ifadəni bizə verilmiş sözü 5% sola doğru sürüşdürürəm. Gəlin baxaq. Deməli M hərfini götürürəm. 5% bu M hərfimizdir. Götürürük. 5% sola sürüşdürsəm görək uyğun gəlirmi? 1, 2, 3,
4 və 5. 5 bizdə H-dır. Deməli, H hərfi ilə başlamalıdır. Bunları çıxdıq. Və ikinci hərfi də gəlin baxaq. F-ya baxıram. F-nı götürdüm. 1, 2, 3, 4, 5. A-ya gəlirik. Deməli, C ilə D qar, yəni H, A şəklində başlamalıdır. Və sonraki hissə həppi eynidir. Ya bu sözlər, ya bu hərflər son hərflərini müqayisə edə bilərik. Tutaq ki, gəlin bu boşluqdan sonraki bu G hərfini edək. G hərfi buradadır. G hərfindən solda 5 addımda B yerləşməlidir. Düzdür? Sayında 1, 2, 3, 4 və 5. B hərfi. Deməli, burada happy birthday olacaq. Yəni, doğum günü aid olan təbrik şeyi olacaq. Yazısı olacaq. D variantını deməli qeyd etdik. Gəldik 33-cü suala. Deməli, bu sualda bizdən K soruşulur. Düzdür? K-nı tapmalıyıq və ədədi 16 say sisteminə, bu ədədimizi 16 say sisteminə çevirməliyik. 16-ya bölməklə çevirə bilərik və yaxud da 16-nın qüvvətləri şəklində də ifadə eləmək mümkündür. Və sonra alınmış söz, təbii ki, 16 say sistemində axı bilirik ki, böyük hərflərdən A, B, C, D, E, F 6 dənə simvol var və onlar alınacaq, onların alına bir söz alınacaq və bu verilmiş ID, F, H sözü ilə biz müqayisə edib K-nı tapacağıq. Gəlin ədədi mən bu tərəfdən 16 say sisteminə çevirməyə çalışım. 64206-nı 16-ya bölməklə çevirək. Deməli, buradan davam eləsək, ədədi 16-ya böldükdə necə böləcək? Adi hissəyə ayırmaqla bölməliyik. Deməli, 64-ün içində 16 4 dəfədir. Yazıram buradan 64. Burada 0 alınır, 2 gəlib düşür. 2 16-ya bölünmür. Bura 0 yazmalıyıq. 20-ni götürürəm. 20 üçün bir dənədir. 16 yazdım. 4 düşdü və 6 da yanına gəlsə 46 üçün 2 dənədir. Və buradan 32-ni çıxıram. Alınır neçə? 1, 4, 14 şəkli. 14-ü 16-dan kiçikdir. 14-ü dairələyirəm və bunun qarşılığı biz bilirik ki, 14-ün qarşılığı nədir? E hərfi olacaq. Düzdür? F hərfi 15-dir. E hərfi 14. Yəni 16-nın say sistemində bir növ 14 E hərfidir. Bunu buradan qeyd edirik və davam edirik. Davam etsək bu hissədən ədədi yenidən 16-ya bölməliyik. 16-ya bölək. Bu zaman 2 dənədir. 32 çıxıram 8. Burada 1. Bu zaman 5 dəfə düşür. Burada 80 və burada 1-dir. Buradan 2 gəlib düşür. 2 gəlib düşdü. 16-ya bölünmədisə bura bir dənə 0 yazırıq və bundan sonra 0-ı bir növ çıxırıq və 12 alınır. 12-dən o tərəfə getmirik və 12-ni dairələyirik. Burada işarə edirik. Nə ilə? Deməli, A 10 idi, B 11 idi, C 12 idi. Burada C hərfi yazırıq və davam edirik. 250-ni gəlin 16-ya bölək. Bu zaman 25-də 16, deməli, bir dəfədir. 16-nı çıxıram. 9, burada 0 yazdım. Burada 8, oldu 80. Buradan 10 çıxır. Və 10 çıxandan sonra 16-dan kiçikdir. Bunu mən dairələyirəm. Seçirəm. Bu 10, 1, 2, A hərfidir. Və davam etsək 18-i 16-ya bölməyə çalışsaq. Burada görək 18 alınırdı. Bizə saniyə. Aha, burada 18 yox. Biz burada 18 yazdıq. Bura niyə 18 yazdıq? Buna baxaq. 16-ya böləndə biz dedik 1, burada 5 demişdik də 80 olması üçün 5 olmalıdır. Hə, bu 5, 15-dir. Deməli, bunu davam etsək 15-in özünü, yəni 15 alınıb, o da 16-ya bölmürəm, çünki 16-ya bölməyin mənası yoxdur. Onsuz da 15-dir bu. 15 də F hərfidir. Deməli, hərfləri siz görürsünüz. F hərfindən başlayaraq buraya qədər doğru belə bir götürsəz, yəni geriyə doğru formada istiqamət alsaz, F, A, C və E. Face sözü alınır, bilinir ingiliscə. Yüz deməkdir bu söz. Bu formada belə bir söz alınır, face sözü və bu sözü ID, FH sözü ilə müqayisə etməli və K açarını tapmalıyıq. F hərfinə gəlin baxaq. Əgər bir hərfi götürsək bəs edir, digərlərini də götürə bilərsiniz. F hərfi
i hərfinə keçib baxırıq i hərfinə. F-i buradan götürürəm. Deməli, buradadır F. 1, 2, 3. Üçüncü hərf i-dir. Deməli, açar 3-dür. Doğru cavab nə olacaq? B variantı 3 olacaq. Digərlərini də yoxlaya bilərsiniz. Məsələn, E hərfidir 3 addımda H-dır, görürsünüz deyir. A hərfidir D-yə gəlib 3 addımda və C hərfidir F-ə gəlib, bu da 3 addımdır. Deməli, B variantı doğru oldu. 34-cü suala baxıram. Python sözündəki hər bir hərf özündən 4 mövqeyə məsafədə yerləşən hərflə işlənmişdir. İşlənmiş mətni tapın. 4 mövqe deyəndə indi bəzən əgər deyilmirsə sağa və ya sola şifrələnə bilir, sürüşə bilir. Adətən amma normalda Sezarda sağa doğru istiqamət götürülür. Yəni soldan sağa doğru baxaq görək necə olacaq burada. P hərfidir. Götürdük P hərfini. Burada 1, 2, 3, 4 üstündən işarələdim. Bu dəfə T alınır və cavaba baxsaq hamısı T ilə başlayır. Deməli sağa doğru düzgün gedirik və son hərflərə gəlin baxaq ki, tez tapa bilək. N hərfini görürəm. N-nı buradadır. 1, 2, 3, 4. Düzü 4-cü hərf R-dır. Deməli sonu R olmalıdır. Bu iki variant getdi. Və davam etsək. Hansı varianta baxaq? Axırı S-rıdır, bu L-rıdır. Deməli S-rı olana baxaq, elə baxaq. Yoxsa burada T-lıdır, T-x və T-cı. Deməli, ikinci simvola baxaq ki, hamısında fərqlidir. Y-nı müqayisə etsək, Y hərfi. Baxın, burada sağa doğru 4 mövqedə 1, Z-in üstünə düşdü, 2, 3 və 4-cü də olur C. Burada tam başa qayıtmaq lazımdır. Z-dan sonra hərf olmadığına görə başa qayıdıb ardıcıl sayırsınız və C hərfinə gəlib düşdü. Deməli, T-dan sonra C gəlməlidir. Doğru cavab olacaq D variantı. Baxın, T-C formadadır. Digər variantlar yanlış olacaq. Hamısını bir-bir də yoxlaya bilərsiniz. 35-ci sual. Kodlaşma sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəz olunur. Deməli, hansı simvol yığını kodlaşma ilə deməli sözün şifridir. Bu da oxşar suala biz əvvəldə baxdıq. Deməli, baxsaq bizim burada neçənci hərfimiz var? 5-ci, bir də sonuncu hərf. Onları bir dənə müqayisə edək, görək fərqi varmı? 5-ci və sonuncu hərflər hamısında eynidir. Yəni Y-dir ya da F hərfləridir. Burada müqayisə etmək olmur. Gəlin D hərfinə də baxaq bir dənə. 3-cü və sondan 5-ci deyək də. 3-cü və sondan 5-ci hərflər eyni olmalıdır. A variantda eynidir. 3-cü I hərfidir. Sondan 5-ci V-dir. 3-cü sondan 5-cilər eynidirsə, bu variantlar çıxmır da, yəni götürürük. 4, 5-dir, eynidir. 3-cü və sondan 5-ci eynidir. Yəni burada bu dəfə hamısı eyni formatda görürük. Ona görə daha doğrusu burada nə etməliydik? Hamısı P ilə başlayır. Bu o biri sualdan bir fərqi odur ki, P ilə başlayır. Fikir verin hamısı. Ona görə K-dan P-yə keçəndə avtomatik, yəni bu K hərfindən P-yə keçəndə, buradakı P hərfinə keçəndə biz artıq K açarını, bu açarı belə deyək də, K açarını, bu açarın K-sı. Açarı biz təyin edə bilirik. Açarı tapa bilirik. P-dən K-ya gəlin baxaq. P-dən K-ya, K-dan P-yə keçib də düzdür. K buradadır. Deməli, buradadır. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, K-nın qiyməti 7-dir. Artıq açarı tapmışıq. Bundan sonra 7-yə görə gedəcək. Yox, əgər sualda verilməsəydi bu formada, yəni müxtəlif söz olsun, dediyim qaydada müqayisə eləməliyik. Amma burada K-nı tapmaq mümkündür. Və variantlara baxsaq görək hansı bir fərqli. İkinci U hərfidir, onu yoxlamıram. Yəni bu variant X var, üçüncünün D-nı yəni götürək. D-yə baxaq görək. D hərfi buradadır, 3 dənə burada, 3 burada və X. Deməli X olmalıdır. B, C variantı səbəbi X-dır, bu yanlışdır. Sonra fərqli olan hissələrə baxsaq, elə 4-cüyə baxa bilərəm və gəlin 4-cüyə baxaq. L hərfidir, L-nı götürək burada. L-mız buradadır. Silsək, daha səliqəli baxa bilərək. L-mız buradadır, 1, 2, 3, 4, 5, 6 və 7. S hərfidir, deməli Ş olmamalıdır. 4-cü hərf Ş, burada Ş-dır, olmamalıdır.
Dördüncü hərf ş-dır, olmalıdır. Doğru cavab A variantı. Deməli, S olacaq formada. Davam edirik. Deməli, baxaq 36-cı suala. Windows sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məhsulu yerləşən hərflə əvəz olunub. Windows sözünün şifri hansıdır? Burada da oxşar tipli B-yə çox yəni ki keçir və yaxud da son hərf X-dır. Deməli, X-ya keçir. Ən sonuncu hərfə baxırıq. X-dır, burada S. Deməli, S hərfi X hərfinə keçibsə, biz indi K açarını tapa bilərik. Buradan da yazıram açar. Bunun əvvəlki suala bənzəyir. Deməli, baxırıq ki, S hərfi buradadır. 1, 2, 3, 4, 5. 5 dənədir. Deməli, K açarı 5 olacaq. 5-i tapdıq. 5 tapandan sonra gəlirik burada məsələn Windows sözündə W hərfidir. Düzdür? W hərfini buradan işarə edirəm. W hərfimiz buradadır. 1, 2, 3, 4, 5. Deməli, B ilə olmalıdır və bu variant yanlış olacaq. Burada B ilə başlı B ilə qurtarmalıdır. Deməli, hələ ki digər variantlar qalır və davam edirik. Məsələn, İ hərfi ilə, ikinci hərfini İ-ni götürürəm. İ buradadır. 3 dənə gəlin neçədir? 5 dənə də düzdür. 3-ü burada, 2-si burada. N hərfinə düşür. Deməli, ikinci hərf N olmalıdır. B variantı yanlışdır. B, N və üçüncünü də tapsaq cavab alınır. N hərfini götürürük bu dəfə. N hərfinə baxaq. N hərfi buradadır. 1, 2, 3, 4, 5. Deməli, S hərfinə keçib. S hərfinə baxıram. B, N, S. Deməli, B, N, S bu yanlışdır. Hələ A variantı da var. B, N, S şəklindədir. Onda dördüncüyə də baxmalıyıq. D hərfinə baxıram. D-ni buradan gəlin götürək. Bu hissəni silək. D hərfini götürək. Burada D-dır. 3 dənə burada, 2 dənə burada. Deməli, İ hərfinə keçir. D hərfi İ hərfinə keçir. Y variantına uyğundur. Bu A variantı yanlışdır. Doğru cavab Y variantı. 37-ci sual. Elta Sezar şifrəsindən istifadə edərək fizika sözünü K2 açarı ilə şifrələyir və bunu tərs çevirərək K3 açarı yenidən şifrələyir, dostuna yollayır. Dostuna yolladığı şifrələnmiş simvollar yığını müəyyən edin. Deməli, 2 açarla sağa doğru şifrələyəcək. Fizika sözü 2 açar sağa sürüşsə, düzdür və burada bir dənə məsələni vurğulayım ki, sizə bunu necə tez yazmaq olar. 2-yə sağa sürüşləndən sonra çeviririk. Deməli, sonra şifrələyirik. Burada K2, K bərabərdir 2-də, düzdür. Bir də K bərabərdir 3-dür. Son K açarını, bunu K1, K2 kimi işarələsək, K bərabərdir K1 üzərinə gəlsin, K2 kimi götürə bilərik. Yəni, 2 üzərinə gəlsin 3 edir, K açarı 5. Və 5 şifrələyib, sonra tərsinə çevirə bilərik bunu. Yəni, fizika sözünü tərsinə çeviririk, 5 var sağa doğru şifrələyir, cavab alınır. Və yaxud da əvvəldən ya şifrələyib çevirir, ya da çevirib şifrələyir, fərqi yoxdur. Əsas odur ki, burada 2 dənə əməliyyat yerinə yetir, yəni 3 dəfə işi görməyə ehtiyac yoxdur. Yəni, K 2 dəfə elə, sonra çevir, sonra təzədən 3 dənə bir də şifrələ. 2 dəfəyə həll edəcək bunu. Deməli, fizika sözünü tərsinə çevirirəm. A, K, sonra İ, Z, İ, F şəklində alıram. Bundan sonra mən artıq 5 vahid, K-nı 5 tapacağım. 5 vahid sağa doğru sürüşdürürəm. A hərfinə baxıram. 5 vahid sürüşdürsə olacaq F hərfi. Deməli, F ilə başlamalıdır. F hərfinə. Aşağısına yazıram. Baxın, F ilə başlayır. Qutardı. F ilə başlaysa doğru cavab elə D variantı olacaq. Yəni, bunu uzatmağa elə də ehtiyac yoxdur. Davam edək. 38-ci sualla. Sezar üsulu ilə mətnin tək sıradakı hərfləri 3% sağa, düz sıradakı hərfləri isə 2% sola şifrələnir. Şifrəli mətn verilib bizə, orijinal mətni tapmalıyıq. Deməli, bu sualda nə etmək lazımdır? Sözüdəki hər bir simvolu nömrələməliyik və tək nömrədə olan simvolları 3 vaat bizə deyib sağa sürüşdürmüşük, onları sola sürüşdürməliyik.
cüt yerdə dayanan hər bir simvolu burada yazılıb sola sürüşdürməli, biz onları sağa sürüşdürəcəyik. Yəni ümumiyyətlə yəni bu sualda yəni qayda budur ki, tam əksinə etməliyik ki, orijinal mətni tapaq. Yəni edilənlərin əksini etməliyik ki, orijinal mətni tapaq. Və onu qeyd edim ki, bu sual 38 nömrəli sual və bu sual 2025-ci il toplusunda yanlış verilmişdi və bu hissədə 12 dənə əslində burada cəmi 12 simvol verilmişdi və son hissədə 3 dənə hərf var idi. Bu l-dan sonra l şəklində 3 simvol var idi və cavablarla tapmaq olmurdu onu. Burada düzəliş olunub. Yəni bu sual artıq düzdür, həlli var bu sualın. Gəlin baxaq. Deməli, sıralayacağım mən bunları, nömrələrini yazacağım hər bir simvolun aşağısından. 1 yazıram, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. Görürəm ki, 11 simvol var və cavab variantlarında ümumiyyətlə 11 simvol olmayanları mən çıxmalıyam. İlk üçü 11 simvoldur, sayısız 11 dənədir. D və Y variantları isə görürsünüz qısadır. Ona görə bunları çıxırıq, yəni 11 simvol yoxdur. Bundan sonra nə edirik? Birinci yerdə dayananı 3 vaid nə yazıb bizə? Sağa sürüşdürmə yazıb. Bu olacaq 3 olanları 3 vaid sola sürüşdürəcək. Buradan belə oxu bu tərəfə qoyum ki, 3 vaid sola sürüşdürmək və digər üçün yazım ki, 2 üçün isə sağa sürüşdürəcək və ox işarəsi isə bu üzü belə deyək bu tərəfə, sağ tərəfə olmalıdır. Tək və cüt yazmalıyıq bura. Bura yazaq tək yerdə dayanan, aşağı yazaq cüt yerdə dayanan. Hamısını edəndən sonra, əslində hamısını etməyə ehtiyac yenə deyirəm, yoxdur. Edəndən sonra orijinal mətni tapa biləcəksiniz. Hamısını etməsək də, məsələn, ilk və son simvollara baxsaq, tapa bilərik. Birincidə yazıb eldir, tutaq ki, baxıram burada el hərfidir və burada nə etməliyəm? Tək yerdə dayananı indi mən özüm bu qaydaya əsasən edəcəyim. Sola doğru 3 vaid sürüşdürəcəyim. 1, 2, 3 olacaq i. Yəni cavablara baxsaq i hərfi ilə başlayır da, i-yə keçirtdim. Daha sonra məsələn ikinci hərfi istəyirik göstərim. İkinci hərf l hərfidir. L-nı cütdür sağa doğru sürüşdürəcəyik. Düzdür? İkincini l hərfini sağa doğru sürüşdürsək, yenə l-dır 1, 2 oldu n. Düzdür? Deməli i-n ilə başlayır. Bunlar 3 dənə variantdır. Hamısı i-n ilə başlayır. Və gəlin son hərfə görə götürək. Q hərfini götürürəm. Q. Və burada baxıram Q hərfimiz burada yerləşib və tək nömrədə də 11 təkdir. Sola doğru 3 vaid. 1, 2, 3 görürsünüz. Bu da n hərfinə gəldi düşdü. Bu da n hərfinə gəlib düşür və biz deməli n-nı seçirik. Sonda deməli n hərfinə bitməlidir. Avtomatik bu variantlar A və C inkar olunur. Doğru cavab B tapılır. Digərlərin hamısını da yoxlamaqla sualın doğru cavabını B tapa bilərsiniz. Yəni bu sualda xırda bir detalda səhvlik vardı. Yəni 12 simvol verilmişdi. Cavablardan ən böyüyü 11 idi. Düzgün gəlmirdi. İndi isə bunda düzəliş olunub. Belə. 39-cu suala baxırıq. Mətndə hər ikinci hərf K bərabər 1 olmaqla Sezar üsulu ilə şifrələnib, qalanları eyni qalıb. Şifrli mətn verilib bizə və bu formadadır mətnimiz. Orijinal mətni müəyyən etməliyik. Boşluğu nəzərə almırıq, olduğu kimi qalır. Nömrələmə 1-dən başlayır. İngilis əlifbası bizə verilib. Deməli, bu sualda da nə etməliyik? Oxşar qaydadan əgər bizə K bərabərdir 1 verilibsə sağa doğru deməli, sürüşdürülüb nəticədə şifrli mətn alırsa, biz onu orijinalı tapmaq üçün sola doğru, yəni əksinə doğru 1 vaid sürüşdürməliyik. Sola doğru 1 vaid sürüşdürməliyik, yəni bu istiqamətdə sol tərəfə və hansıları cütləri, yəni cüt yerdə dayanan simvollar. Niyə cüt? Çünki deyir ki, hər ikinci hərf, yəni məsələn birinci hərf yox, ikinci, ondan sonra üçüncü yox, dördüncü, beşinci yox, altıncı, yeddinci yox, məsələn 8-ci bu formada gedirik. Burada nömrəsi 5, 6 boşluğa düşür də, düzdür, 7 bura düşəcək, 8 bura. Bunları da yoxlaya bilərsiniz istəsəniz. Məsələn, hardan siz başlayır? Ən başda, məsələn, ikinci yerdə dayanan F-dir. Sonra 8-i də istəyirsiniz yoxlayarıq. İkinci yerdə F dayanıb, düzdür.
İkinci yerdə F dayanıb. Mən gəlirəm burada tapıram F-i. Sola doğru bunu bir vahid sürüşdürəcəyəm. Olacaq E hərfi. Fikir verirsiniz, H, E, L olur da, düzdür? H, E, L şəklində alınır. E yazıram bura. Üçüncü simvolda dəyişmir. 1 ilə 3 dəyişmir. Dördüncü yerdə M var. M-i dəyişdirəcək. Sola doğru bir vahid göstər, L alınır. Fikir verin, hello sözünə yaxınlaşırıq. Burada O hərfidir. Deməli, hello şəklində alındı. Yazdıq bura hello və boşluqdur. Ondan sonra boşluğu yazmırıq və gəlir W. W 7-ci yerdə də W qalmalıdır. 8-ci yerdə P hərfidir. P-ni gəlin görək ödəyirmi? P hərfi buradadır. Bir vasitədə olur O hərfi. Deməli, hello V-O şəklindədir və variantları avtomatik bunları inkar edə bilərik. İndi Word yoxsa Word-dür, baxsa variantlarda, yəni söz görəcək ki, 5 hərflidirsə Word olar. Məsələn, burada 4-cü hərfi götürsək, bu onu götürək. Elə bunu da tapsaq bitəcək. Sola doğru yoxsa L olmalıdır. Deməli, R qalır, L-dır və D-də olduğu kimi Hello World. Deməli, salam dünya bu proqramlaşmada olan məşhur söz. Bu yazılır. Hello World isə salam söz belə bir yazıdan istifadə edilmir. Yəni, proqramlaşma müddətində. Amma burada cavab ola bilərdi. Sadəcə görürsünüz ki, 5 simvol var. Və bizim bu variantda isə 4-dür. Ümumiyyətlə, bunları, bu 4 olanları başdan çıxmaq lazımdır ki, bu variantlara baxmayasınız. Belə, bu sualı da həll etdik. Keçək 40-cı sualımıza. İngilis əlifbasından istifadə edərək bir mesaj tezar üsulu aşağıdakı kimi şifrələnir. İngilis əlifbası verilib. Deyilir, hər il K-nın qiyməti 1 vahid artır. Hal-hazırda K 25-dir. Əgər mesaj 5 il sonra deşifrələnəcəksə, onda hər bir hərf əlifbada özündən neçə mövqe məsafədə yerləşən hərflə əvəzlənəcək. Deməli, bu sualda nə etməliyik? Yəni, hər bir deməli, simvol K açarı qədər, yəni 25 qədər sağa sürüşübsə, yəni bu normalda, məsələn, tutaq ki, A hərfini götürdüksə, A-dan sonra burada 25 hərf var. O deməkdir ki, A hərfini şifrələndə Z hərfinə çevrilir. Və növbəti il artıq K açarı 26 olur. Ondan sonra 27 və s. belə artır. Və biz bir şey bilməliyik ki, K açarı dövr edəndə biz onu eləməliyik? Ümumi əlifbanın sayına bölüb, simvolların sayına bölüb qalığı tapmalıyıq və o qalıq qədər əslində bizim növbəti belə deyim də K-nın böyük qiymətlərində o qədər sürüşmə baş verir. Yəni, məsələn, K 26 olsa, 26-ı 26-ya böləndə qalıq 0 alınır. Yəni, K bir növ 0-a bərabər olur. O deməkdir ki, A hərfi şifrələmədə yenə A-ya çevrilir. Əgər K 27-dirsə, 27-ni 26-ya böləndə, 27 bölü 26, burada alınır 1, bizə bu maraqlı deyil. Buradan alınır qalıq, qalıq neçə? 1 alınır. Bu, o deməkdir ki, K açarı 1 deməkdir və 1 olduğu halda, bunu ayırıram, bu hissə ayrı. Burada da K 1 olduğu üçün A hərfi nəyə çevrilir? A hərfi çevrilir B-yə və bu cürdə davam edir. Deməli, məsələn, biz bu il hal-hazırda K-nı 25% götürdük və A-nı Z-lə əvəzlədik. Gələn il artıq həmin sözdə A hərfi A-la əvəzlənəcək, yəni öz yerinə qayıdacaq, yəni 26 vahiddə öz yerinə qayıdacaq. Növbəti 27-ci il, növbəti 2-ci il 27 olur K və bu dəfə bizim sözümüz şifrələnmiş formada artıq A hərfimiz olur B hərfi. Sonra C və belə sürüşə-sürüşə gedir. 500 il sonra biz bunu geri qaytarmaq istəsək, nə etməliyik? 500 ildən sonra bizim ümumi açarımız K bərabər olur 25 üzərinə gəlinsin 500. 500 ildən sonra ümumi şifrəmiz əslində olur nə? Yəni 27-28 bu formada artır və gəlib çıxır axırda nəyə? 525-ə. 525-ə gəldi, çıxdı. Amma dediyim kimi 525-ə çıxır, siz götürüb 525 dəfə fırlatmalı deyilsiniz. Yəni hərfi saysanız bunun yorulacaqsınız. Bunun qısa yoludur ki, 525-i nə edirsiniz? Dediyim qaydada bölməliyik 26-ya və o 26-dan sonra qalan qalıq ki var, o qədər dəfə biz onu sürüşdürsək elə bəsimiz olur. Yəni bizə bəs edir. Burada deməli 2 düşür, 52-dən çıxıram 0. Bunu yazmayaq. Bura 5 yazaq. 5 üçün 0 dəfə düşür və buradan 0 yazıram 5. Deməli 20 tam hissədir. Qalıq isə 5-dir. Deməli qalıq
Qalıq oldu 5. Qalıq olur 5 və bu nə deməkdir? O deməkdir ki, yəni 20 dəfə sadəcə təkrarlanma gedəcək. Sonra 5 qalıq qalır. Deməli açar olacaq 5. Normalda şifrələmək üçün biz bir növ 5% sağa doğru şifrələnmiş olacaq bizim sözümüz. Yəni 500 ildən sonra bizim sözümüz 5% sağa doğru şifrələnmiş olacaq. Biz onu öz sözümüzə gətirmək üçün, deşifrələmək üçün 5% geriyə doğru, yəni sola doğru şifrələməliyik ki, orijinal mətnimizi alaq. Yəni doğru cavab nə olacaq? Y variantı 5. Ümumiyyətlə verilmiş əlifbadan böyük bir K açarı verilibsə, onu mütləq əlifbanın sayına bölüb qalığı tapmalıyıq və qalıq da bizim olur K açarımız. Bu formada həll olunur. 41-ci suala baxırıq. Artıq bizim burada açıq sualımızdır. Deməli, başlayaq yazmağa. Database sözü verilib və ingilis əlifbasına əsasən soldan sağa doğru x sayda simvol sürüştürmə üsulu ilə şifrələnir və bunu da soldan sağa doğru y sayda. Deməli, burada x sayda soldan sağa doğru, sonra da y sayda sürüştürmə edilir və ilkin söz, yəni database sözü əldə edilir. Buna əsasən x, y cəminin minimal qiymətini tapmalıyıq. Və mən sizə bundan qabaqki sualda da göstərdim. Dedim ki, əgər özünə qayıdırsa, özünə qayıtma halı məhz buradakı simvolların sayı qədər, yəni əlifbanın ölçüsü qədərdir. Burada ingilis əlifbası 26-dır. Deməli, belə çıxır ki, məsələn, tutaq ki, x sayda 10 vahid sağa sürüşsə, sonra 16 vahid sürüşürsə, cəmi 26 vahid sürüşmə olur və 26-nı da 26 bölündə qalıq 0 alınır. Və belə çıxır ki, nəticə olaraq belə çıxır ki, biz elə 26 vahid sürüşdürmə aparmalıyıq və təbii ki, sıfırı götürmürük, çünki birincidir bizə x sayda sürüşür, sonra deyir y sayda. Yəni 0 sayda sürüşmə olsa, onda x və y cəmi 0 alınır və k 0 alınır. Və bu da şifrələmə sayılmır. Ona görə sıfırı deyil, sıfırdan ən böyük və sıfıra ən belə deyək də, minimal qiymət, müsbət qiymət deyək də 26-dır. Sonra gəlir, nə gələ bilər? 52 deyə bilərsiniz də, 26-nın misilləri. 26K kimi götürə bilərsiniz. 3 misli, 4 misli və s. Amma 26-nı biz sıfıra vurub, yəni sıfırı özünü götürmürük. Cavab olaraq, deməli, minimal qiymət kimi 26 qəbul edilməlidir. 26-dan sonra yenidən, deməli, sözün özü alınır. Gələk 42-ci suala. Təqdimatın buludda saxlanması, bərabərçilik sisteminin həlli, gün ərzində xəstənin hərarətinin ölçülməsi, bunlar nədir? Uyğunlaşdırmalıyıq. Saxlama prosesi əlbəttə ki, 1-ə uyğun gələcək B. İstəyirsiniz buradan uyğunlaşdıraq 1-ə B. İkinciyə uyğun gəlir həll etmək emaldır. Burada B-ni seçdik, burada C-ni seçəcəyik və ölçmə də bir növ qəbulu toplanmasına aiddir. Digər variantda uyğun olan bir şey yoxdur. Yəni 1-ə B, 2-yə C, 3-ə A variantı olacaq. 43-cü suala baxırıq. Deməli, uyğunluğu müəyyən etməliyik. Qrafik informasiya nədir bizdə? Baxaq görək. Məsələn, var yol hərəkəti nişanı, bir də robotun yığılma sxemi. Bu C ilə Y uyğun gəlir 1-ə. C-yə yazırıq. İkinciyə mətn informasiyasına uyğun gələcək resept mətndir, yazıdır. Bunu bura yazaq. Və ədədi informasiya üçün də bizim üçün qalır futbol oyunun hesabı rəqəmləndir və riyazi ifadənin qiyməti ədədlə ifadə olunur. Yəni B ilə D olur. Deməli 1-ə C-Y, 2-yə A, 3-ə B-D olacaq. 44-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Obyektivlik, tamlıq, etibarlılıq bu informasiyanın xassələridir. Uyğunlaşdırmalıyıq. Yenə baxaq. Bunlara uyğun obyektivlik demişdik ki, informasiyanın obyektiv gerçəkliyə uyğun olmasıdır. Bir dənə baxaq. Burada bunu götürmək olarmı? Birinci, obyektivlik ola bilər. Yəni, birinci götürük, obyektiv gerçəkliyə uyğundur. Əslində, tərifdə veriləndə, yəni subyektdən bir fikrin olmamağı və real cihazlarla obyektiv cihazların ölçülməsinə də tuturub 1-ə uyğun gələcək Y.
Bəzən sözü yazırlar, bir də görürsünüz ki, çaşdırma məqsədilə həmin sözü yaza bilirlər. Ona görə bir də tam sualı oxumaq lazımdır. Tamlıq yazılıb. Tamlıq dedikdə bizim deməli qərar verməyimiz üçün, yəni informasiyanı yetərli olmasıdır. Baxsaq burada hansı uyğun gəlir? Deməli obyekt və ya hadisədə toplanmış informasiya miqdarı ilə ölçülür. Yəni ikinciyə D-ni deyə bilərik. Baxın, biraz fərqli tipli yanaşmadır burada. D-ni seçmək olar. Etibarlılıq nədir? Etibarlılıq üçün isə müxtəlif mənbədən üstə düşmə, bu da etibarlılıqdır. Yəni bunları biz seçirik. 1-ə Y, 2-ə D, 3-ə C şəklində. Yəni cavabımız budur. Qalır burada cari zaman yoğunluğu. Bu olur aktuallıq, alınan və verilən informasiya daha aydın başa düşülən olması. Bu anlaşılanlıq və ya anlaşıqlıq şəklində deyirik buna. İnformasiyanın deməli xassələri olur. Bunlar variantlarda yoxdur, yəni seçmirik bunlar. Davam etsək, 45-ci suala baxırıq. Bizdən soruşur, detektor nədir, müfəttiş nədir, vaksin nədir? Baxsaq, iş qabiliyyətlərini saxlama proqramı elə dəyişdik ki, onlara viruslara yoluxmuş kimi göstərir. Bu vaksinə aiddir. 3-ə A yazırıq. Düzdür, 3-cüyə A-nı seçək. Detektorlar deməli nə idi bizdə? Müəyyən edirdi həmin virusları. Görək həmin varianta uyğun bir şey varmı bizdə? İlkin duruma qaytarır. Bu uyğun gəlmir. Bizdə bu həkim idi, proqram həkimi idi, doktordur deyək də bunu. Bu doktor, detektor yox, doktor. Sonra hər hansı məlum bir şey yoxmuş faylı aşkarlamağa imkan verir. Bu detektora aid ola bilər. Yəni 1-ə bu detektor olacaq, C variantı. Buna yazaq C. Müfəttişlər var bizdə. Müfəttişlər nə edirdi? Baxaq, müəyyənləşdir, cari vəziyyətlə müqayisə edir. Baxın, bu cari vəziyyətlə müqayisə edir, Y variantıdır. Yəni, müfəttişlər yoxlama bir növ aparır. Bu Y variantı uyğun gəldi. Bunu A seçmişik. Bəs bizdə hansılar uyğun gəldi? A, C, Y-ni seçmişik bunları. Yerdə qalıb B və D. B ilə D-ni ümumiyyətlə seçmədik. Nəyə görə? B-ni dedik ki, doktordur. D-ni də dedik ki, bu süzgəc olacaq. Bu müraciətləri tutan, yəni bloklayan süzgəcdir. Ona görə bu variantda çıxdı. Deməli, doğru cavabımız bu formada 1 də yazsaq, 1C, 2Y, 3A şəklində olacaq. Və 46-cı suala baxaq. Uyğunluğu müəyyən etməliyik. İnformasiyanın emalı, ötürmə, saxlama. Baxaq, birinciyə uyğun gəlir. Deməli, musiqi dinləyir. Bu nə ola bilər? Musiqini, yəni informasiyanı qəbul edir. Bu heç birinə uyğun gəlmir. İnformasiyanın ötürülməsi var, saxlanması var. İndi baxaq. Şagird müəllim verdiyi misalı həll edir. Həll edirsə, deməli, emala aiddir. Buna B yazıram. C variantı yazıb verilmiş yazı materialı kompüterin səth diskindədir. Yəni, orada saxlanır, düzdür. Saxlanırsa, biz bunu seçə bilərik C-yə və televizorda bugün havanın soyuq olacağı barədə məlumat verildi. Məlumat verilibsə, məlumatı biz nə cür götürə bilərik? Soyuq olacağı barədə məlumat bizə verilib. Bunu ötürülmək kimi götürə bilərik, düzdür. İkinciyə də D uyğun gəlir. Və sonra yerdə qalır Y variantı, şagird bir neçə məlumat əldə edir. Bu informasiyanın qəbul edilməsidir. Deməli, musiqi dinləməklə bu məlumat əldə edilməsi. Bu ikisini çıxırıq, yerdə qalır 1B, 2D və 3C şəklində. Və sonuncu 47-ci sualımıza baxaq. İnformasiyanın xassələridir. Obyektivlik, tamlıq, aktuallıq. Obyektivlik nədir? Baxaq obyektivliyin tərifinə. Bir şəxsin fikrinin asılı olmaması, bu B variantı buna uyğun gəlir. Tamlıq, görək burada hansı uyğun gəlir bizə. Deməli, düzgün qərar qəbul üçün kifayət etməsi bu obyektin, deməli, obyektin tamlıq xassəsidir. Yəni, obyekt haqqında tam məlumat verilməlidir. Burada olacaq A variantı və
aktuallıq nədir? Aktuallıq odur ki, cari zamana uyğunluq. Düzdür, bunları götürdük. 1-ə B, 2-yə A, 3-ə D şəklindədir. Formada qeyd etdik. Yerdə hansılar qaldı? Onları da çıxaq. Deməli, informasiyanın bir neçə nömrə üstə düşməsi etibarlılıq budur. Yalnız konkret insana başa düşəcək informasiya, anlaşılanlıq və ya anlaşıqlıq informasiyanın belə bir xassəsi. Bunları çıxandan sonra, yəni 5 xassələr çıxdı, yerdə 3 dənəsi qalıb, onları da qeyd etdik. Belə, bütün sualların izahını yekunlaşdırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonun davamı gələcək. Toplunun izahı tam şəkildə kanala yerləşdirəcək. Hər kəsə uğurlar.